Salam Gülnara, xoş gördük. Salam Elvin, xoş gördük. Yəqin ki, sən də xəbəri oxudun. Mən də oxudum və belə gün boyu da təsirində oldum. İstəyirəm elə onunla başlayım. Soyuq halda da xəbəri oxuyacağam. Belə ki, süpürgəçi işləyən 59 yaşlı qadına təmizlik apardığı ərazidə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə gül hədiyyə olunub. Arvadına güllərin hədiyyə edilməsini onu izləyən əri görüb və beynində xəyanətə dair şübhələr yaranır. Nəticədə arvadını öldürür, gülü hədiyyə eləyənlər isə qadının təmizlik apardığı ərazidə fəaliyyət göstərən gül salonunun işçiləri olub. Nə düşündün, nə hiss elədin bax bu xəbəri oxuyandan sonraki keçən müddət ərzində? Mövzunu razılaşdırmamışdıq da. Mən bilmirdim sən bunu açacaqsan, amma bu mövzu mənim üçün xüsusi bir triggeri var. O baxımdan ki, mənim atam çox despotik və konservativ bir insan idi. O da elə bu kişi ilə eyni ağıldaydı, qısqanclıq və sair kimi məsələlərdə. Mənim atamda elə bir moral panika var idi da. Qızlarım qəhbə olacaq, arvadım gəzəcək, nə bilim bir dəqiqə bunları boş buraxsan adımı batıracaq, nəsə eləyəcəklər filan. Və biz bütün, yəni onun həyatda olduğu dövrü bu cür yaşamışıq ki, yəni sanki o bilir ki, biz nəsə eləyirik. Amma sübutu yoxdur, tapmayıbsa, o demək deyil ki, biz eləmirik. O deməkdir ki, o hələ tapmayıb. Yəni belə bir ailə mühitində yaşamışam mən. Və mən universitetdə oxuyanda, universitetdə dərslər 5 gün olur da, 6 bazar dərs olmur. Bəzən olurdu ki, bizə 6-cı gün nəyəsə çağırırdılar. Hansısa imtahanla bağlı konsultasiya günü olurdu, ya nəsə olurdu. Və bu 6-cı günün icazəsini alıb universitetə getmək problemli idi. Çünki sən izah eləməliydin ki, niyə dərs günü olmayan vaxtda sən dərsə gedirsən də və bunu çox arqumentlə əsaslandırmalıydın ki, atam şübhələnməsin ki, birdən oradan nəsə qız dərs adına başqa yerə gedir. Bir gün elə mən də getdim. O vaxtda da Elmlər metrosunun qabağında gül satırdılar bəzən. Tülpanlar satırdılar, nə başqa güllər. Mənim də mamam tülpan çox sevirdi. Mən də gördüm bu tülpanları, aldım, gətirdim evə. O tülpanların üstündə evdə bir dənə mamam qırğın saldı. Hələ atam görməyib ha. Mamam artıq panikaya düşdü ki, sənin atan bunu görəcək. Sən dərs olmayan günü evdən çıxmısan və əlində gülla qayıtmısan. Deməli sən əslində sevgilinlə görüşə getmisən, o sənə gül verib, indi də güya anava almısan adıyla onu gətirmisən evə. Bu mamamın qurduğu ssenaridir. Çünki atamı bilir və evdə bir dənə qırğın düşdü o gülün üstündə. Mamam acıqlandı, gülü tulladı. Evdə qalsaydı əlbəttə ki, atamın ağlına ən pis fikirlər gələcəkdi. O xəbəri oxuyanda mənim o illər yadıma düşdü də. Mənim tələbəliyimin üstündən artıq nə qədər keçirdi. Mən 2011-də bitirmişəm. 15 ildən çox olan bir hadisədən danışıram. O xəbəri oxuyanda o yadıma düşdü ki, bəlkə bizim də evdə o gül qətllə nəticələnə bilərdi, əgər mamam onu acıqlanıb tulamasaydı da. Yəni bu artıq sən nətər feminizmdə deyil, bu artıq mənə elə gəlir ki, mizoginiyada deyil. Bu ağır psixoloji problemdir. Əqli cəhətdən xəstədirlər də, çünki o kişi fəxrlə bıçağı da götürüb gedib bölməyə özünü təslim eləyib ki, salam, mən arvadımı öldürüb gəlmişəm. Elə bir təntənəli bir hadisədən, yəni sonra açıqlama verirmiş kimi gedib polis bölməsinə. Problem olanda insan qorxularını böyüdür də öz gözündə. Və kişilərin də ən böyük qorxusu odur ki, arvadım qəhbə olacaq, mənim adım batacaq. Çox sağ ol Gülnara. Əslində belə şəxsi bir şeyləri də bölüşdüyün üçün. Mənim üçün də yəni eyni uşaqlıq belə xarakterik olub və indi sən dedikcə mənim də ağlıma gəldi ki, istər bizdə, istər xalamgildə daim müşahidə elədiyim odur ki, ən xırda bir hadisə belə hər an belə qətlə dönə bilər. 2022-də güya ailə münaqişəsi və qısqanclıq zəminində Azərbaycanda 51 qadın qətlə yetirilib. 2023-də bu olub 47, 24-də 42, 25-də güya 39 qadın. Bunun hesabatını aparan insanlar var. Vəkil Zibeydə xanımın məsələn mən davamlı olaraq bunu paylaşdığını görürəm. Və keçən dəfə təxmini bir hesablama apardım. Gülnara, məlum oldu ki, əslində Azərbaycanda hər 6 gündən bir, 7 gündən bir qadın qətlə yetirilir. Datalar, bu statistikalar sənə nə dərəcədə inandırıcı gəlir? Rastına çıxıbmı bunu mübahisələndirən və təxmini başqa rəqəmlər ifadə edən adamlar? Mənim çoxlu suallarım var bu statistika ilə bağlı. Çünki statistikanı kim aparır? Polismi aparır?
Əgər polis aparırsa, polis qeydiyyatına əsasənmi bu cinayətlərin, yəni identifikasiya olunur? Məsələn, adam gəlir deyir ki, öldürmüşəm arvadımı. Polisin qeydinə əsasənmi aparır statistikanı, yoxsa hansısa hər polisin nəzdində belə deyək bir sosial işçi var, bir gender məsələləri üzrə ekspert var, o cinayət işini oxuyub dəyərləndiribmi bu qənaətə gəlir? Biz bilmirik də bu necə məlum olur ki, məhz bu 39 və yaxud 42 cinayət gender zəminindədir, qalanları gender zəminində deyil. Məndə həm də başqa bir şübhə var ki, statistika komitəsi qəsdən də azaltmaq istəyə bilər bu rəqəmləri. Necə ki, məsələn, bu yaxınlarda güya sorğu keçirilib və əhalinin, nə bilim, 90%-mi, 95%-mi İlham Əliyevdən razı qalıblar. Məsələn, təzəlikcə dəqiq rəqəm yadımda deyil, amma rəqəmlər harca 90-larda idi da bir faiz etibarilə. Aydın məsələdir ki, bu tamamilə yəni saxta bir statistika idi. Yəni həm də qəsdli şəkildə azaltma da ola bilər ki, hansısa qurumlara hesabat vermək üçün, hansısa bizi məsələn ən çox qrantları almaqda ittiham eləsələr də ən böyük qrantları əslində dövlət qurumları alır. Ailə Qadın Uşaq Komitəsi alır, BMT-dən alırlar, Avropa Birliyindən alırlar və onlar güya iş görülür görüntüsü yaratmağa borcludular. Yəni güya onların yedikləri pulun praktiki və yaxud faktiki nəticələri var. Bu məqsədlə də ola bilər. Yəni mən Azərbaycanda olan heç bir statistikaya heç bir halda güvənmirəm və Zibeydə xanımın əməyini də mən xüsusi qeyd eləmək istəyirəm. Çünki o adamın işi başından tökülür. Yəni onun əslində bir saniyə belə boş vaxtı olmamalıdır. Həm vəkil kimi, həm 3 uşaq anası kimi, amma o ərinmir, yorulmur, usanmır və neçə ildir artıq hər səhər yuxudan durur və bu xəbərlərin monitorinqi ilə məşğul olur. Ona da bir təşəkkür, həm onun əməyinin belə də ortaya qoymaq istəyirəm. Biz o vaxtı qadın qətləri siyasidir deyə bir plakat qaldırmışdıq. Ondan sonra bir 3 gün cəmiyyətdə müzakirə oldu ki, bu qadın qətli niyə siyasidir ki, bunun nə əlaqəsi var ki? Və aylarımızı, illərimizi aldı insanların başa düşməyi ki, bu əslində siyasi imiş sən demə. Eləcə də feministlərlə bağlı. Bir məşhur misal var ki, əgər sən balıqdan soruşsan ki, okeanı təsvir elə, okean necə bir yerdir? Balıq sənə deməyəcək ki, ora çox suludur. Çünki su balığın o qədər hər yerində və hər həyatının əsas bir hissəsidir ki, balıq onu görmür. Balıq artıq sulu bir yerdə olduğunu hiss eləmir. Eləcə də biz o qədər görmüşük ki, qadınlar qətlə yetirilir. Bu bizdə təəccüb doğurmur. Məsələn, bir eksperiment eləsək, bir həftə məsələn xəbər paylaşsaq, 5 xəbər olsa, 5-də də arvad əri öldürüb. Böyük bir panika olar. Cəmiyyət hamı bir-birinə deyir ki, necə ana bir həftənin içində 5 kişini qadınlar öldürdü. Nə baş verir ki? Amma qadınların qətlə yetirilməyi artıq o qədər normadır ki, insanlar heç xəbərin özünü belə ciddi almırlar. O ki qaldı onun səbəblərini ki, bu gender əsaslı idi yoxsa başqa əsaslarla idi. İşləmək istəyən qadını əri öldürüb, gəlib iş yerində öldürüb. Bu insanlara görə gender əsaslı olmaya da bilər. Yəni ərin deyir işləmə nə məcburdur, ailəvi işə görə niyə dağıdırsan ki? Məsələn, bu gender əsaslı nəzərdən keçirilmir böyük kütlələrin gözündə. Amma polisin gözündə, statistika komitəsinin, ekspertin gözündə nədir? Onu təbii ki, bilmirəm. Heç vaxt ünsiyyətdə olmamışam bununla bağlı. Söhbətin bu yerində məncə seksizm və mizoginiyaya çıxmaq olar. Məncə bunda razılaşarıq ki, bütün bunların səbəbkarı bu seksizm ideologiyası və onun belə Kate Money'nin polis adlandırdığı mizoginiyadır. Money bunu əslində down girl nəzəriyyəsi ilə yaxşı formada izah eləyir. Deyir ki, çox sadə bir şəkildə seksizm ideologiyadır. Deyək ki, bir sistemdir. Qadın belə olmalıdır, kişi belə olmalıdır və s. Mizoginiya isə bunu həyata keçirən bir polis strukturudur. Məsələn, deyir ki, qadınlar əgər kişilərin istəklərinə uyğun hərəkət eləyirlərsə, hansısa bir halda, o əsasən mükafatlandırılır. Məsələn, mən bunu podkastlarda da görürəm, deputat danışıqlarında da, verilişlərdə də və s. Hansısa xüsusi qadın idealları yaradılır. Burada sistem üçün, kişilər üçün faydalı işlər görən, onların deyək ki, bu sistemini daha da legitimləşdirən bütün hərəkətlər alqışlanır. Bir var insan, bir də var sadəcə olaraq qayğı verən, qayğı verir, sevgi verir, diqqət verir, sənə hörmət eləyir və s. və ilaxır. Bu baş verən bəlli proseslərdən sonra bir gün kişilər ayrılırlar ki, artıq bu qayğı verən yoxdur. Bu sistemin tamamilə təbii olduğuna, doğuşdan gələn, insanlığın təməlindən gələn, bioloji əsasları olan bir şey olduğunu düşündüklərinə görə əslində haqqların geri alınmasını daha çox oğurluq kimi şərh eləyirlər. Əvvəllər əlimizdə olan saysız bir güc var idi. İldən ilə bu güc itirilir. 10 il əvvəl sən çox rahatlıqla
eşidə bilərdin ki, kimsə deyir, kimisə aldım, kimisə mənim üçün alacaqlar. Bu gün artıq bu bir utanc cümləsinə çevrilibsə məncə, ortada həm də çox ciddi bir müqavimətdən, çox ciddi bir dəyişiklikdən danışa bilərik. Məncə bu bərabərləşməyə gedən yolda kişilərin panikası həm də şeylə bağlıdır, təhqirlə. Qadının gördüyü iş təhqiramiz sayılır. Qadın dəyərsiz hesab olunan işləri görür, qeyri-ciddi hesab olunan işləri görür. Qadın qab yuyur, tualeti təmizləyir, evi süpürür, kirli tuman yuyur, kirli corab yuyur. Uşağın altını dəyişdirir, onun kirli batmış pampersini dəyişdirir. Qadının əməyi sort olaraq aşağı, dəyər olaraq aşağı və təhqiramiz qiymətləndirilir. Kişinin isə hətta gedib çöldə əziyyət çəkib evə pul gətirirsə, o bir təntənəlidir. Mən getdim ailəmin rozusunu, ailəmin çörəyini getdim daşdan pul çıxardaraq, alın təri tökərək, əlimin qabağı ilə atəşfəşanlığın altında gətirirəm. Yəni kişi öz rolunu təntənəli hesab eləyir. Qadının rolunu isə əksinə təhqiramiz hesab edir. Ona görə biz deyəndə ki, kişi də gəlsin, uşağın altını təmizləsin, evi süpürsün. Bu onların xətrinə dəyir ki, sən məni necə bu təhqiramiz işə, mən də qab yuyum, sən də qab yuy. Yəni sənlə mən bir deyilik axı, necə mən sənin gördüyün o aşağı işləri görməliyəm də. Yəni üstəlik o təntənəli işimdən, öz təntənəli vəzifəmdən gəlib bir də sənin üçün hələ hansısa çihli, hərfi mənada həm də çihli işləri görməliyəm. Mənə gəlir ki, bu həm onlar üçün təhqiramizdir. Üstəlik də ki, onların əksəriyyəti bu düşüncə ilə böyüyüblər ki, kişi bu şeylərə toxunmamalıdır. Mənim anam da deyirdi ki, necə yəni sən dura-dura düyməni ərin tikəcək. Şoka düşürdü. Arvadı başa salmaq olmurdu. Yəni hələ gender nəzəriyyəsini qoyuram bir qırağaya. Düyməni kişi tikməyi onun dünyasını yıxır. Onun kognitiv dissonans yaradırdı ki, yəni bu necə bu görüntüyə sığa bilər də. O kişilər də bu görüntü ilə böyüyüb və indi çatıb 25 yaşına, 30 yaşına artıq o ailə həyatına, daimi partnyoru sahibi olmaq, yəni daimi partnyoru olmaq dövrünə gələndə deyirlər ki, ayo bir dəqiqə sənin öyrəndiklərin səhv idi, indi başqa cür gedəcəyik. Və bu təbii ki, onların narazılığına səbəb olur və həm də bir çox hallarda partnyor əldə etməyə qabiliyyətlərinə təsir göstərir. Nəticədə dünyada həm də incel hərəkatı inkişaf edir. Bəlkə fikir vermisən. Mənə gəlir ki, Fərhad Pərviz də onlardan, o hərəkatın ideoloqlarındandır. Amma Azərbaycanda başqaları da var o hərəkata, belə deyək də. Adlarını qəsdli şəkildə yadda saxlamıram və səsləndirmirəm amma görürəm ki, onların sosial şəbəkə videoları çox böyük populyarlıq qazanır. Yəni həm qadınları belə açıq-aşkar söyən videolar da populyarlıq qazanır, həm də güya nəzəriyyə baxımından, güya hansısa başqa baxımından da bu bərabərsizliyi əsaslandıran adamlar çox böyük populyarlıq qazanır. Bu da mənə gəlir ki, incel hərəkatının inkişafından qaynaqlanır. Incel hərəkatı da kimlərdir izləyiciləri üçün qeyd eləyək ki, müxtəlif səbəblərdən dolayı qadınlarla romantik və seksual münasibət qurmaqda çətinlik çəkən, amma bunun səbəblərini özündə yox, qadınlarda axtaran və buna görə qadınları günahlandıran şəxslərdir. Və o şəxslər birləşərək hərəkat formalaşdırırlar bəzən və o hərəkatın ideoloqları olur. Onlar deyirlər ki, bəli, qadınlar məsələn pulgir olduqları üçün bizim kimi saf təmiz kişiləri seçmir və yaxud qadınlar vəzifəyə göz tikdikləri üçün bizi seçmirlər və yaxud qadınların standartları yüksəlib, onlar özləri haqqında yersiz yerə çox yüksək fikirdədirlər və s. Yəni bütün başlarına gələn bütün faciələrin və o cümlədən də seksual aclığın, ki, kişi üçün seksual aclıq elə böyük faciədir, səbəbini qadınlarda axtaran və buna görə qadınlara cəza mexanizmləri tətbiq eləyən, cəza mexanizmini düşünən, yəni cəza təkcə döyməklə deyil də, davranış baxımından düşünən bir hərəkatdır. Və Azərbaycanda məncə bu hərəkat get-gedə çoxalır deyərdim. Çünki qadınların əlbəttə ki, standartı yüksəlir. Artıq qadınlar yəni öz stəkanını belə yumayan kişiyə vaxt sərf eləməyi özlərinə rəva bilmirlər. Nəticədə həm də iqtisadi problemlər mənə gəlir, təsir eləyir kişilərə. Çünki özlərini realizə eləyə bilmirlər nə karyera cəhətdən, nə maddi cəhətdən və normal olaraq da onların cazibədarlığı itir bir qadın üçün, yəni ailə qurmaq üçün. Nəticədə əlbəttə ki, öz acığını, öz qəzəbini ölkədəki bərbad siyasətə, iqtisadi böhrana, İlham Əliyev rejiminə yönəltmək yerinə qadınlara yönəltmək daha rahat və cəzasızdır, yəni daha asandır. Məsələn, hesablayıblar 20 min qadın və kişinin iştirakı ilə keçirilən bir sorğuda ki,
orta hesabla sutkada 6 saat, 6 dəqiqə qadınlar ödənilməyən məişət işləri ilə məşğul olurlar. Kişilərdə bu rəqəm cəmi 2 saat 8 dəqiqə çıxıb. Təbii ki, buna görə artıq əmək fəaliyyətinə və təhsilə sərf olunan vaxt qadınlarda orta hesabla düşür 1 saat 44 dəqiqəyə, kişilərdə isə düşür 4 saat 40 dəqiqəyə. Daha doğrusu qalxır 4 saat 40 dəqiqəyə. Yəni kişilərin qadınlara nisbətən öz peşəkarlıqlarını artırmaq üçün daha çox vaxtları var. Qadınlar gün ərzində orta hesabla 2 saat 33 dəqiqə, kişilərin isə 3 saat 15 dəqiqə asudə vaxtları olur. Yəni hər mənada bu sistem elə dizayn olunub və elə açıqdır ki, avantajlı olan bir qrup var ki, kapitalizmdə başqa cür də mümkün deyil. Bu soyuq datalarsız belə bütün Azərbaycanda hamı üçün məlumdur ki, ortada bir haqsızlıq var. Yəni biz bayaq bunun ölüm tərəfindən danışdıq, indi iqtisadiyyat tərəfindən danışırıq. Hər kəs üçün aydındır. Deməli, hətta Oxfam hesablayıb qadınların hər il gördüyü ödənişsiz qayğı əməyinin dəyəri təxminən 10,8 trilyon dollardır. Bu qlobal texnologiya sənayesinin gəlirlərindən dəfələrlə çoxdur. Ona görə bu məsələni dəyərlər, qərb və yaxud da demokratiya, insan haqları, feminizm bu kimi mövzulara dartmaqla sadəcə olaraq suyu bulandırmaq istəyirlər. Reallıq çox sadədir. Bir güc var idi, evdə bir kölə saxlayırdın, çox belə daha çılpaq ifadə ilə və günün birində bunu tamamilə itirdin. Qadınların görünməz ev əməyini hesablayırlar, amma bir dənə də əmək var ki, onu bilmirəm ümumiyyətlə necə hesablamaq olar və o ümumiyyətlə qayğının bir hissəsidir, amma onu hesablamaq daha çətindir. Bu qadının əqli əməyidir. Məsələn, evdə un qurtarıb və un almaq lazımdır. Bunu qadının diqqətini cəlb eləyir evdə. Və qadın yadda saxlayır ki, kişiyə deyim un alsın, un qurtarıb. Tualet kağızının da axırıncı rulonu qalıbdı. Onu da təzəsini almaq lazımdır. Uşağı da sabah həkimə aparmaq lazımdır. Sonra da filan qohumlar gələcək. Və yaxud filan kəsin toyudur, gedib pul yazılmaq lazımdır. Bütün bunlar əqli əməkdir və qadın evdə düşünən adam qadındır. Yəni məişəti düşünən, məişət nizamda qalsın deyə düşünən, planı quran, nəyə ehtiyac var, nəyə ehtiyac yoxdur, nə vaxt kimlər qonaq gələcək, nə vaxt biz harasa gedəcəyik, nəyi almaq lazımdır, kimi hara aparmaq lazımdır. Bütün bunları qadın fikirləşir. Kişiyə siyahı verirlər ki, get al, gəl. O düşünmür ki, un qurtarıb un alacağam, qreçka qurtarıb, qarabaşaq qurtarıb qarabaşaq alayam və yaxud uşağı filan yerə aparmalıyam. O bunu fikirləşmir. Ona kimsə deyir. Və yəni o bilirsiniz necə, yəni iş yerində məsələn müdirlərin şəxsi assistenti olur, gəlir deyir, Şaxlar müəllim, filan vaxtı sizin görüşünüz var. Şaxlar müəllim də gedir həmin görüşə. Amma Şaxlar müəllim yadda saxlamır da ki, hansı saatda nə görüş var. Bunu onun yerinə assistenti eləyir və assistenti əqli əməklə məşğul olur. Eyni şeydə qadınlar məişətdə eləyirlər və davamlı bunu eləyirlər. Qadın fikirləşir ki, sabah ərim filan yerə gedir, deməli onun filan kostyumunu çıxardıb ütüləmək lazımdır. Yəni kişi istəyir ki, o kostyum artıq orada olsun. Amma bunu fikirləşən yenə qadındır. Və qadının böyük bir intellektual əməyi, əqli əməyi sırf evdə bax belə boş-boş şeyləri yadda saxlamaq, diqqət yetirmək, onu həll eləməyə gedir. Bu hesablanmır, danışılmır və görülmür. Heç qadın özündən də soruşsan onun ağlına gəlməz bəlkə ki, hansı uşağı diş həkiminə aparmaq lazımdır, hansı uşağı bağçaya qoymaq. Yəni qadın bunu eləyir, amma fərqində deyil ki, bu ona özəl əməkdir. Bunu başqası o evdə eləmir. Amma qadınlar həmişə ürəklərinin dərinliyində ona görə bilirlər ki, onlar evdə olmasa o ev dağılacaq. Çünki qadın bəzən bunun fərqində olur və çox vaxtı ona görə qadınlar məsələn xəstələnəndə, analar xəstələnəndə ən son ana qədər həkimə getmirlər. Çünki bilir ki, o həkimə getdi, ev dağılacaq. Heç kim onun gördüyü işi görməyəcək. Uşaq qalacaq, başsız ər qalacaq, yeməksiz, qaynana orada qulluq istəyir, evin təmizliyi burdan bir yana düşdü də uşaqlı ev ümumiyyətlə də biabırçılıq olur. Yəni qadınlar buna görə sağlamlığından da keçirlər çox vaxt, həkimə getməyi də gecikdirirlər çox vaxt, özlərinə vaxt ayırmağı da, öz asudə vaxtını da bəzən fəda eləyirlər, qurban eləyirlər ki, tək evin nizamı pozulmasın və mənim asudə vaxtım eybi yoxdur, getsin, mənim istirahətə sərf eləyəcəyim vaxtdan qənaət eləyək, bura xərcləyək. Və qadınlar çox vaxt elə bilirlər ki, bu belə də olmalıdır, bu onların qadınlıq vəzifəsidir və yaxud ana olmaq
elə bu deməkdir. Özündən hər şeyi qopartmaq və qurban vermək deməkdir. Patriarxat, kapitalizm və diktatura birləşib bunlar əlbir hərəkət eləyirlər və hər üçünün də ziyanını istənilən halda qadınlar çəkir. Kişilərə sərf eləyə bilməz. Çünki patriarxat dağıldıqca qadın qazanır, kişi itirir və çox normaldır ki, kişi bu itkini istəmir. Çox normaldır. Çünki onun ən azından kişilər deyirlər ki, kişilər şaxtada işləyir, kişilər nə bilim əziyyət çəkir, amma bunun müqabilində kişinin bir sosial statusu olur. Kişi deyə bir adı olur da, o kişidir. Amma qadın da əziyyət çəkir. Amma bunun müqabilində heç bir sosial statusu olmur da, düzdürmü? Eksperiment xətrinə götürək bir foto qoyaq, bir bıçaq şəkli qoyaq fotoda. Başlığa da yazaq ki, Bakıda ər-arvadını öldürüb. Heç bir detal vermirik. Niyə öldürüb, nə vaxt öldürüb, ər kimdir, arvad kimdir. Şərhdə azı 50 nəfər gəlib yazacaq ki, Allah bilir nə zibili var idi ki, öldürdü. Xəyanətin cəzası ölümdür. Hələ bilmirəm, tanımıram, bəlkə fake uyduraq bir xəbəri gələcək ki, yəni ölümdür. Yəni qadının ölməyi belə necə deyim, onun reputasiyasına ziyan vuran bir hadisədir. Yəni ölmək də olmur bizə normal qaydada. İnsanların bilməyə belə ehtiyacı yoxdur. Yəni bir qadın öldürülübsə, deməli haqqına öldürülüb, deməli o nəyisə səhv eləyib və ölüb. Yaşayırsa da bir zəhmət kişiyə xidmət eləsin. Yəni boş-boş niyə ortalıqda yaşamalıdır ki? Və bu çox vaxt həm də sosial status məsələsidir. İnsanları iqtisadiyyat, gəlir, pul və digər şeylərlə yanaşı sosial status da çox maraqlandırır və onlar sosial statuslarının da əldən çıxmağını istəmirlər. Bu çox manipulyattiv bir şeydir. Məsələn, davamlı olaraq qadınları ittiham eləmək üçün yadlarına düşür ki, əslində kişilər ən ağır işləri görür. Məsələn, mən arqumentə sığınan hər kəsin profilinə girirəm və qurdalanıram. Deyək ki, 1 ay ərzində, 2 ay ərzində bu adam çox ağır bir işdə işləyən və həyatını itirən kişilərdən danışıbmı? Çünki mənə elə gəlir ki, bu çox ciddi bir problemdir. Azərbaycanda inşaat ölümləri, ümumiyyətlə əmək şəraitində qəza ilə bağlı vəziyyət həqiqətən pisdir. Amma o adamlar bu problemi heç vaxt dilə gətirmirlər. O vaxt bunu dilə gətirməyə ehtiyacı hiss eləyirlər ki, hansısa qadın problemi daha çox danışılıb, bundan narahat olublar. Bu tip insanlarla bağlı ən çox narahat olduğum, məni ən çox qıcıqlandıran tərəf o rəzilliyi belə vizual şəkildə görməyimdir o insanın simasında. Yəni heç bir tutarlı arqument yoxdur və bu an sən sadəcə olaraq öz ideologiyana xidmət eləmək üçün qadınlara nifrət yaymalısan, ən zəif, ən həssas insanların emosiyalarını istismar eləyirsən. Məsələn, bu qədər dəhşətlisini görmüşəm. Bir nəfər qadınlar haqqında çox danışılmasından narahat olmuşdu, qadın mövzularından və dərhal xatırlatmışdı ki, 20 neçə siyasi məhbus var, jurnalist qadın hazırda içəridə, amma siz feministlər bunu eləyirsiniz, onu eləyirsiniz, onları heç xatırlayan yoxdur. O həbs olunan qadınların az qala hamısı özünü feminist kimi identifikasiya eləyən və ya heç olmasa daha bu ideyalara daha yaxın insanlardır. Madam ki, kişilərin əziyyət çəkdiyini bu qədər çox insan bilir, niyə işçi haqqları uğrunda bu qədər az fəallar var? Aktivistlər var da. Yəni işçi hüquqları ilə bağlı bir afiyyətin var idi. Onu da atdılar içəri, getdi işçi hüquqları işin dalınca da. Yəni niyə? Məsələn, həmin insanların neçəsi bilir ki, Azərbaycanda ümumiyyətlə şaxta harda var? Məsələn, desəm ki, apar məni şaxtaya. Hara aparacaq? Bilir ümumiyyətlə ünvanı ki, şaxtalar harda yerləşir? Və yaxud ən yaxın bir dənə istismar olunan inşaat adı çək ki, bax filan inşaatda işçilər, yəni məlumat yoxdur. İşçilər necə istismar olunur, məlumat yoxdur. Bu haqqda danışılmır. Yəni o adamlar da təəssüb çəkmirlər həmin şəxslərlə bağlı, amma ən azından bizim sayəmizdə kimsə yada salırsa, bu da bizim uğurumuz kimi qiymətləndirilməlidir. Məsələn, ildə bir dəfə intihar eləyən kişilər yadlarına düşür ki, həqiqətən də çox ciddi bir problemdir. Və ayrıca buna diqqət yetirilməlidir. Ümumiyyətlə, mən hətta son dövrlərdə onu görürəm ki, Azərbaycanda intiharla bağlı xəbərlərə belə qeyri-rəsmi ya senzura var, ya qadağa var. Çünki demək olar ki, bu mövzu tamamilə diskursdan çıxarılıb. Ona görə bəli, bu mövzulara bəlkə də qoşulmaları çox yaxşıdır. Şəxsən mənə çox maraqlı olardı bunun səbəblərini öyrənmək. Real rəqəmlərdən, real vəziyyətdən danışırıqsa, ortada heç bir arqument yoxdur ki, ədalətsizliyi olmadığını iddia eləyək və yaxud da artıq gender bərabərliyinə çatdığımızı, artıq hər şeyin təmin olunduğunu deyək. Mən hətta Avropa Birliyində belə gender bərabərliyinə nail olmağın
bir daha 40-50 il alacağını eşitmişdim ən son bir neçə il bundan əvvəl və hətta deyirdilər ki, pandemiya, sonra işte müharibələr, biraz da sağın yüksəlişi böyük ehtimalla o müddəti də hədsiz dərəcədə uzadacaq. Söhbət Avropadan gedir. Azərbaycanda vəziyyət ümumiyyətlə bu mövzuda faciəvidir. Ona görə mən əsas o məsələ ilə çox razıyam ki, ortada kiminsə nəyisə bilməməsi, bu insanların vəziyyəti dərk eləməməsi məsələsi deyil. Biz bu vəziyyəti bilmək üçün anamızın həyatına baxmaq kifayətdir. Böyüyürük elə bir ailədə ki, anamız səhərdən axşama qədər işləyir. Gündə 3 dəfə yemək bişirmək mövzusunu mən bu yaxınlarda bir dostum başqa formada şərh eləyəndə nə dərəcədə dəhşətlidir anladım. Deyir ki, fikir vermişəm, sizin mətbəxdə hər şey çox istidir. İsti yeməklərə çox üstünlük verirsiniz. Bizdə çox daha soyuq yeməklərdir. Deyirəm, aha, okey. Deyir ki, bu əslində qadının daha çox işləməyi deməkdir. Yəni 3 dəfə isti yeməyin olmağı bir insanın gündə 3 dəfə yemək bişirməyi deməkdir. Bir, nə bilim, evin tərtəmiz olması və davamlı olaraq tərtəmiz olması birinin orada inanılmaz bir əmək xərcləməsi deməkdir. Kimsə çıxıb bununla bəraət qazandıra bilməz özünə. Mən bilmirdim, mən görmürdüm, mənim xəbərim yox idi. Məncə bu politik bir belə deyək, sifarişi adamlar könüllü şəkildə qəbul edirlər. Məsələn deyirlər ki, okey, biz bilirik ki, İlham Əliyevi devirə bilmərik. Bu sistemi dəyişə bilmədiyimiz və yaxud da qlobal kapitalizmə məcbur olduğumuz bir reallıqdır. Bunun içində hansı qrupları daha çox təcrid eləyib, hansı qruplardan müəyyən mənada resurs əldə eləyib biraz belə irəli gedə bilərik. Okey, daha zəif, həssas qruplar kimlərdir? Queerlərdir, miqrantlardır, qadınlardır. Dünya çempionatı var idi bu yaxınlarda. Bilmirəm qutardı, kimsə uddu, udmadı, qətiyyən bilmirəm. Mən bildiyim bir şey var. Dünya çempionatı dövründə, ümumiyyətlə futbol çempionatları dövründə məişət zorakılığı həddindən artıq çoxalır. O ölkə ki uduzur, həmin gün orada məişət zorakılığı şikayətləri daha çox olur. Çünki qəzəblənən kişi gəlir evə və acığını arvadından çıxır. Və ona görə məhz bu çempionatlar, futbol hansısa yarışmaları vacib deyil ki, təkcə dünya kuboku, bütün ümumiyyətlə ölkələr arası yarışmalar zamanı qadın təşkilatları, qadın haqqları fəalları aktiv rejimə keçirlər. Kişilərin futbol oynamağı belə necəsə gəlir qadının başında çatlayır. Və belə bir şəraitdə əlbəttə ki, hələ bu gün də bərabərliyə nail olmuşuq demək biraz çətin məsələdir. Sən o 3 dəfə isti yeməyi söhbətini deyəndə ağlıma başqa bir şey gəldi. Azərbaycanda bir stand-uper var, Cavid Qurbanov adlı, rus dilində stand-up eləyir. Bu yaxınlarda elə təzə bir parça paylaşmışdı öz stand-upından və orada belə çox o tez-tez belə qadın təcrübələrinin, müşahidələrini paylaşır. Xoşuma gəlir onun çıxışı. Və o çıxışında deyir ki, Azərbaycan mətbəxi qadını çərlətmək üçündür. Bir qaşığa 40 dənə düşbərə yerləşməlidir. Düşbərə o qədər xırda olmalıdır ki, o qaşığa yerləşsin. Bəs bu 40 dənə mini düşbərələri kim bükür də? Yəni qadınlar bükür də. Yəni olmaz ki, bir dənə yekə düşbərə, bir dənə yekə küftə eləyəsən də. Yəni niyə o? Yəni Azərbaycan mətbəxi çox mürəkkəbdir, Cavid deyir və o xırda detalların hamısını da qadınlar eləyirdi. Nə bilim, düzdür, bu qismini Cavid demir, mənim deyim. Məsələn, şəkərburanın üstünə o dənə-dənə bəzəmək, o paxlavanı açmaq, o qoğalları yaymaq. Özü də bir qadının da işi deyil ha. Məsələn, hamı yığılmalıdır bir yerə, birlikdə o əmək görülməlidir. Nə bilim, müxtəlif turşular bağlamaq, kompotlar bağlamaq, bankalar bağlamaq. Qışa yay gəldi, yay istirahət sezonudur. Yox, qadınların ən çox çərlədiyi, ən belə zəhlələrinin töküldüyü sezon yay sezonudur. Çünki bütün o pomidorlar alınmalıdır, xiyarlar alınmalıdır, meyvələrdən mürəbbələr, kompotlar, ağlına gələcək, gəlməyəcək bütün rusların zaqatovka dediyi şeylər hazırlanmalıdır ki, qışa biz tədarük görürük. Və yaxud iqtisadi vəziyyətlə bağlı. Okey, kişi pulu gətirdi. Kişi həmişə eyni pulu gətirir, amma mağazində qiymətlər artır. Və həmin pulla hələ də ailəni ayaq üstə saxlaya bilməkdən ötürü qadın düşünməyə məcbur qalır. Burada həm iqtisadi, həmin o əqli əmək yenə ortaya çıxır. Məsələn, bizim ailədə maddi problemlər elə də çox deyildi. Ona görə biz buna fikir vermirdik. Məsələn də çörək lazımdı, gedib çörək alırdıq. Un lazımdı, gedib un alırdıq. Sonra mən bir gün fərqinə vardım ki, mamam, anam mağazinlərdə broşurlar olur, o marketlərin endirim broşurları. Bu həftə nə endirimdədir? Və yaxud nə gələn o birisi bu ay nədir? Və o həmin broşurlara uyğun gedir, gözləyir onları ki, bu həftə nə endirimə düşəcək, mən onu alım. Və yaxud yağ filan mağazində 5 manatdır, amma 3 astanovka o yana getsəm, orada 4.50-dir. Və o 50 qəpik qabağa düşmək üçün qadın basa-basa getməlidir, uzaqdakı marketdən alıb gətirməlidir. Yəni sözümün canı odur ki,
yenə də o düşünmənin yükü və o azuqələri toplamağın yükü və onlardan yenə də uşağını ac qoymamağın, həyat yoldaşını ac qoymamağın yükü qadının üzərindədir. Bunu fikirləşmirlər. Hə, hamımız əzilirik, bəli, bəli əzilirik. Əlbəttə ki, patriarxatdır, kapitalizmdir, diktaturadır. Əzilməlisən də, başqa nə olmalısan ki? Bu əzilmişlikdə ayaq üstündə qala bilməkdən ötürü ən çox əziyyəti çəkən, ən çox düşünən, o xırda detallara fikir verən yenə də qadınlar olur. Bir dəfə belə bir hadisə olmuşdu, demək, adını çəkməyim hər ehtimala qarşı. İndi həbsdə olan şəxslərdən biridir. Onu xəbər gəldi ki, onu şəhərdə izləyirlər. Bəs oturduğu kafeyə çoxlu polislər gəlib izləyirlər. Biz də kimi eşitdik, onda hələ tutulanlar az idi, azadlıqda olanlar çox idi. Hamımız qaçdıq həmin kafeyə və biz həmin kafedən həmin o siyasi fəalı evinə qədər piyada müşayiət eləmişik. Evə çata-çatda gördük qadın kişinin həyat yoldaşı da gəldi, bizə qoşuldu qadın. Biraz keçmişdi, evlərinə çata-çatda gördük qadın qabaqda qaçır. Biz yavaş-yavaş aram-aram o qaçır da. İndi uşaqlar da soruşdu ki, filan kəs müəllim, yoldaşınız niyə qaçır? O da indi bilmirəm, Allah bilir, bəlkə də hansısa sənədi gizlətməyə qaçırdı, nəyə qaçırdı. Amma kişi belə bir söz işlətdi ki, qadın xeylağı da indi evə adam gəlir, yəqin qaçır ki, evi səliqəyə salsın filan. Uşaqlar da başladı ki, "A, filan kəs bəy seksizm, filan kəs bəy seksizm." Mən də dedim ki, "Yox, bu seksizm deyil." Çünki o qadın bilir ki, ev pis gündə olsa, biz onu söyəcəyik. Biz o filan kəs bəyi söyməyəcəyik ki, filan kəs bəyin evi nə gündədir. Biz deyəcəyik ki, "A, bunun arvadı hara baxır ki, ev bu gündədir." Bu gün. Yəni və onun o cəmiyyətin o təzyiqinin, məsuliyyətinin damğasının qarşısında qadın məcburdur evi də yığışdırmağa, 3 cür isti yemək də hazırlamağa, düşbərəni də qaşığa 40 dənə sığacaq qədər bükməyə. Çünki o təzyiqdir də, o görünməz təzyiq qadını daim kəmənd kimi də belə atı necə ki o kəmənddə saxlayırsan, elə bir görünməz kəmənd qadını daim müəyyən çərçivələr daxilində saxlayır və məcbur qoyur ki, o bu qədər əziyyət çəksin. Sən qadın təcrübən yoxdur, bəlkə eşitmisən, bəlkə eşitməmisən. Məsələn, qadınları çox vaxt yaşlı nəsil qınayanda deyir ki, hə, sən istəyirsən azad olasan, sən istəyirsən nə istəyirsən onu eləyəsən, sən istəyirsən ki, işləməyəsən, bütün gün evdə oturasan. Əslində çox gözəl şeyləri deyirlər də, yəni azad olmaq, öz başına olmaq, az işləmək, əziyyət çəkməmək. Hə, sən istəyirsən ki, hər şey sənə halva gəlsin. Hə, bunu istəməkdən gözəl nə var da? Yəni insan buna can atmalıdır, insan bunu istəməlidir. Amma qadının bunu istəməyi, sən ayıb kimi, tənqidi bir şey kimi görülür ki, sən bunu eləməyi yox ha, hələ azad olmayıb ha. Bu azadlığı arzulamaq cəsarəti belə sorğulanır. Çox yaxşı bir kontr nümunə də vermək istəyirəm. Belə deməli bu yaxınlarda belə bir video rastıma çıxdı. Məktəbli qızlardı, oğlanlardı və oynayırlar. Şərhlərin ən populyarları bu idi. Nə gözəl əylənirlər, nə gözəl görünürlər. Ay qızıma eşq olsun. Nə bilim hiss eləyirsən daha belə orta yaşlı və biraz belə yaşlı qadınlardır. Bizim həyatımız onun bunun nə deməsi ilə keçdi. Siz bunlara fikir verməyin. Nə gözəl işte əylənirsiniz, buna davam eləyirsiniz falan. Görürəm ki, gözəl bir şey görəndə, işte azad özünü ifadə edən hər hansı bir varlıq görəndə, birinci təşviş başına nə gələcəkdi bəlkə. İkinci təşviş də aman bunu tənqid eləyəcəklər, mən dərhal bunu müdafiə eləyim. Bu gün insanlar sanki problemin çox ciddi olduğunun ən azından fərqindədirlər. Və mən bunu hər şeydə hiss eləyirəm. Yəni Azərbaycanda deyək ki, biz bəlkə bir 3 il, 5 illik bir periodu, belə zəfər periodu, insanların eyforiyada olduğu bir dövr kimi keçirdik. Amma sanki son dövrlərdə gördüyüm əsas tendensiya ondan ibarətdir ki, insanlar hər şeyin fərqindədirlər. Talehin məsələn videosundan keçən müddət ərzində düşündüyüm də odur. O reklam çox kəskin və çox ciddi etirazlara səbəb oldu deyə bir də kimsə belə cəhdləri çox asanlıqla eləməz. Ən azından üzərində çox böyük bir təzyiq hiss eləyər. Bunun həm də sosial şəbəkələrin inkişafı ilə mənə elə gəlir ki, rolu var. İnsanlar daha çox TikToka və sair maraq göstərirlər və TikTokda hərəkətlər daha tez yayılır. O məşhur o help işarəsi məsələsi yəqin ki bilirsən. Sonra run like a girl trendi var idi. Bu qadınların zorakılardan necə qurtulmaları, necə çabalamalarını göstərir və ilhamlandırıcı görüntülərdir mənə görə. Yəni ki narrativi dəyişir. Yəni qız kimi qaçmaq nə deməkdir, savaşmaq deməkdir və s. deməkdir.
Yəni TikTokda çox trendlər olur. Türk blogerlər var, rus blogerlər var, ingilis dilli blogerlər var və insanlar ilhamlanır və Azərbaycan dilində də kontentlər yaradılır və bunu görəndə həm insanlar həm fikirlərinin olduğunu görəndə öz fikirlərini deməyə də daha çox cəsarətlənirlər. Ona görə də biz ictimai məkanda sadəcə mizoginistlərin və qatı patriarxalların yox, həm də alternativ insanların, yəni alternativ fikirləri görə bilirik və bir fikri görmək də başqasını da ruhlandırır ki, sən demə bunu demək olarmış, bunu demək çox normaldır. Çünki insanların qorxduqları şeydən biri də linç, hamının insanın üstünə gəlməyi, hamının söyməyi, hamının hədəf göstərməyi filan. Talih məsələsi ilə bağlı bir neçə qız var idi ki, etiraz eləmişdilər və ABŞ-da yaşayan bir şəxs həmin qızların şəkillərini öz storiesində qoyub çağırış eləmişdi ki, gəlin bunu söyək, gəlin bunu hədəf göstərək. Və bu bir qadın, Azərbaycanda yaşayan bir qadın üçün çox böyük problemdir. Məsələn, qohumu zəng edib deyəcək ki, bala sənin şəklini kişilər söyürdü. Yəni heç bir, hətta qız haqlı olsa belə heç bir ailə istəmir ki, onun ailə üzvü olan qızı kütləvi şəkildə kişilər elliklə yığışıb söysünlər və o qızın üzərindən həm də həmin qohumlar söyülsün. Və bu ciddi kontrol formasıdır qadınlar üzərində və qadınlar ona görə risk eləmirlər hər vaxt öz müsbət də olsa fikirlərini bildirməyə. Amma sosial şəbəkələrin inkişafı, komment mədəniyyətinin inkişafı, kontent yaratmağın özünün dəbə düşməyi şərait yaradır ki, alternativ fikirlər olsun və hərə öz tərəfini seçsin, insanlar daha sərbəst öz fikirlərini bildirsinlər. Amma bu yenə də üzdə olan şeylərdir. Arxa fonda yenə də mən məsəl üçün Xoşbəxt Qadınlar Klubu deyilən bir Facebook qrupu var. Qadınlar orada mütəmadi şəkildə öz problemlərini danışırlar və mən görürəm ki, yəni düzdür, şərhlərdə hər zaman dəstək olur və s. amma problemlər, xüsusən də evli qadınların problemləri qalmaqda davam edir. Qısqanclıq, zorakılıq, yoxsulluq və qadının məsələ budur ki, o ev əməyi ilə bağlı mən çox son vaxtlar gördüyüm tendensiyalardan biri nədir? Cəmiyyət qadını evdar olmaq üçün yetişdirir. Yəni qadın elə tərbiyə olunur ki, o məhz evdar kimi yaxşı olsun və buna görə də öz ailəsinin də, özünün də üzünü ağ eləsin ər evində. Yəni birinci növbədə karyeraya, işə, qazanca, təhsilə yox, ev işlərinə maraq göstərən qadın yetişdirmək vəzifəsi qoyulur valideynlərin üzərində. Yəni okey, təhsili al, amma bunu da axsatma. Okey, karyeran olsun, amma bunu da axsatma. Və bir qadın da valideynlərinin də cəmiyyətin məsləhətinə əməl eləyir. Yəni təhsilinə çox vaxt ayırmır, karyerasına ümumiyyətlə fikir vermir. Yaxşı bişirən, düşürən, yaxşı uşaq baxan, yaxşı bir qadın kimi yetişir, gəlir ər evinə və ər evi ona deyir ki, sən mənim çörəyimi yeyirsən. Sən bütün günü evdə oturursan və ümumiyyətlə yəni o qazanmadığı üçün bir də günahlandırılır. Yəni cəmiyyət əlindən gələni eləyib ki, o qazanmasın. Qazanmayandan sonra da mükafat almaq əvəzinə əlavə bir günah sahibi olur ki, sən niyə evə çörək gətirmirsən, kişinin çörəyini yeyirsən, mən səni adam elədim və s. Və qadınlarda maraqlıdır. Mən xoşbəxt qadınlarda bunu müşahidə eləmişəm. Bu cür təzyiqə məruz qalan qadınlar yazır ki, qızlar mən necə eləyim? Mən uşağı tutaq ki, hara qoyum? Mən necə hər şeyi nizamlayım ki, gedim mən də işləyim. Mən də çörək pulu gətirim. Mən ona sübut eləyim ki, mənim onun puluna ehtiyacım yoxdur. Və oturub fikirləşirsən ki, gözəl bacım, sən işləyirsən də, sən bəs uşaq öz-özünə böyüyür. Yəni uşaq elə bir varlıqdır ki, onu bir dəqiqə belə nəzarətsiz qoysan, o ölümlə nəticələnə bilər. Bir dəqiqə baxma, uşaq harda-harasa dırmaşıb və özünü aşağı atmaq üzrədir. Və yaxud ağzından yeməməli olduğu bir şeyi salıb boğulmaq üzrədir. Əlini kəsdi, barmağını rozetkaya saldı, nə bilim, harasa dırmaşdı, nəyinsə üstünə çıxdı, pilləkəndan aşdı, balkondan pəncərəsinə dırmandı. Yəni uşağa nəzarət eləməkdən çətin heç nə yoxdur. Və qadın bunu eləyir. Ev işini də eləyir, yeməyi də bişirir. Amma deyir ki, yox, mən işləməliyəm ki, ərimə sübut eləyim ki, mən də adamam, mən o çörəyə layiqəm. Əvvəllər çox təəccüblənirdim bir insanın bunu necə daxililəşdirmiş ola biləcəyinə. Məsələn, anam axı gördüyü hər şeyin fərqindədir və s. Sonra belə bir şey düşündüm. Bir dəqiqə, ortada o qədər institusional və ciddi bir ideoloji iş var ki, o insanın bunu görsə belə fərqində olmaması hədsiz dərəcədə normaldır. Məktəb institut olaraq tamamilə buna fokuslanıb. Yəni gender rollarını A-dan Z-yə bütün uşaqlara müəllimlər öyrədirlər, açıq şəkildə öyrədirlər. Sonra bu universitetdə davam eləyir, sonra bu iş həyatında davam eləyir, sonra hər şeydən kənar ailə mühitində tamamilə belədir və təbii ki, artıq elə bir mərhələdə insanların məsuliyyəti
başqaları, yəni günahı başqalarında yox, özlərində görməyi də mənə hədsiz dərəcədə normal gəlir. Burada yenə bir bölgü aparacağam. Şəhər, deyək ki, plaza işçiləri və yaxud da blogerləri. O insanlar çıxıb sərt gender rollarını, ənənəvi gender rollarını təbliğ eləyəndə, onlar bunu yaşamırlar. Onlar bunu kommersiyalaşdırıblar, onlar bunu siyasiləşdiriblər. Həm kommersial bir məqsədə xidmət eləyirlər. Bu çox yaxşı diqqət gətirir. Məsələn, mən bir psixoloq tanıyıram. 3 gündən bir çıxır və deyir ki, qadınlardır günahkar xəyanətdə. 3 gün keçir, təzədən o videonu təzədən yenə post eləyir. 5 gün sonra çıxır deyir ki, qadınlardır filan şeydə günahkar. Eyni formada açıb telefonu, nəyə istinad elədiyi, nə ilə bağlı danışdığı məlumdur və bunu deyir. Bunu əməlli başlı monetizə eləyir bu şeyi. Və ona görə fərq qoymaq istəyirəm bu insanlar arasında. Və ikinci vacib məsələ, bu məsələnin məncə ən önəmli tərəflərindən biri bunun bir politik sifariş olmasıdır. Yəni böyük başqasının qurduğu ictimai nizamın xaricinə heç kim çıxa bilməz. O blogerlər də daxil, hətta zehnən belə çıxa bilməz. Yəni mizoginist fikirləri yayan əksər insanların mütəmadi olaraq İlham Əliyev haqqında xoş sözlər dediklərini və yaxud da başqa bir formada ona sədaqətlərini, itaətlərini təkrarladıqları dəfələrlə yəni belə videolar qarşıma çıxıb. Genderin siyasətin mərkəzində olan bir fenomen olmağından danışa bilərik. Türkiyədə Rəcəb Tayyip Ərdoğanın belə seçki vaxtı istifadə elədiyi 3-4 narrativ varsa, terrordur, qadın haqlarıdır, LGBT-dir və salam. Bu adam 30-40 il öz hakimiyyətini məhz bu nifrət üzərində qurmağı planlayır. Həm də ona görə ki, buna bir sosial sifariş var. Məsələn, hədsiz dərəcədə kişi tənhalığına dair çox statistikalar və hekayələr oxumuşam. Bu yaxınlarda Guardian-da bu öncə Red Pill hərəkatına qoşulmuş və sonra oradan ayrılmış bir gəncin hekayəsini oxuyurdum. Bu formada da danışırdı. Deyirdi ki, biz yığışırıq bir yerdə, mən aidlik hiss eləməyə başlayıram və orada biz ortaq düşmənimizi müəyyən eləyirik. Mən ona görə masturbasiyaya davamlı olaraq məruz qalmışam ki, qadınlar ancaq pula dəyər verirlər, qadınlar belə bir növ belə əmtədirlər, onları necə əldə eləyə bilərik mənə öyrədirdilər. Daha güclü olmaq lazımdır. Bütün bu normativləri hansı ki bizim bu podkastlarda da eşidə bilərik, hamısını bir-bir təkrarlayır. Güclü olmalısan, aqressiv olmalısan, ağlamamalısan, kömək istəməməlisən və s. və ilaxır. Və o Qaqaş özünün transformasiyasından danışanda da deyir ki, bir dəfə elə alındı ki, 3-4 nəfərin olduğu bir ortam oldu, içdik və çəkdik. Orada 3-4 qız var idi. Mən çəkdim və ağladım birdən. Gözlədiyim çox ciddi ya qınaq, ya məzə, ya da nə bilim başqa şeylər olsa da insanlar mənə qayğı göstərdilər, yanaşdılar, mənim dərdimi soruşdular və s. və ilaxır. Həm də mənə elə gəlir ki, buna görə o fərdlərin tamamilə atomizə olunmağı da önəmlidir. Məsələn, adam çıxır qadınlar haqqında ağzına gələni danışır, fikirləşirsən ki, bu yəqin ki, mən elə bilirəm ki, o Moğol əsgərlərini söyür. Yəni o dərəcədə nifrət tamam ya, bu ən azından anam var, bacım var. Yəni hətta belə ən primitiv forma. Bunlar da qadındır. Yəni necə bu belə nifrət ortaya çıxa bilər? Sonra xatırlayıram ki, bu əslində tamamilə ideoloji bir şeydir və məncə hər şeydə İlham Əliyevin o 2019-dur deyəsən, Bakı Dövlət Universitetindəki çıxışı ilə tamamilə belə nöqtəni qoydu və bu gün də davam elədi. Biz arvad və kişi arasında fərq qoymayan Avropaya inteqrasiya eləməməliyik və bütün dərdləri də bu anti-qərb ritorikası. Biz hərəkat kimi iltəzə formalaşanda bu yeni bir şey idi və hamının da bu hərəkatla bağlı öz fikirləri var idi, sənin də həmçinin. Bunun üstündə sənin bir 3 dənə profilimi blokladım, axırda profilimi bağladın, getdin səhifə açdın. Bilmirəm yadındadır həmin dövrlər yoxsa yox. Hər kəsin münasibəti fərqli olurdu da. Biri deyirdi ki, siz fəlsəfə oxumalısınız, maariflənməlisiniz filan mövzularda. Biri deyirdi, hə qərbin agentlərisiz, biri deyirdi özünüzü göstərmək istəyirsiniz. Və 2 dənə paradoksal arqument var idi ki, yan-yana gedirdilər. Bir qism deyirdi ki, bunlar çox çirkindir, kişilər onların üzünə baxmır, həyatlarında seks yoxdur. Ona görə aqressiyalarını gedib küçədə boşaldılar. Digər qrup isə deyirdi ki, bunlar fahişədirlər, hər saniyə təzə kişi tapırlar, hər dəqiqə təzə kişi ilə münasibətdə qururlar və istəyirlər ki, bütün qadınlar da bunlar qədər əxlaqsız olsunlar və promiskuitetə üstünlük versinlər və s. Yəni bu ikisi paralel gedirdi. Yəni həm seks eləyirik, həm də bizim üzümüzə baxmırlar. Yəni belə
belə bir şey gedirdi. Artıq sosial media fenomeniyəm. Qəfildən necəsə oldu? Yəni TikTokda bəzi videolarım populyarlaşmağa başladı. Bilmirəm, hələ də baxım çıxmır TikTokdan. Xeyli aylar idi ki, fasilə vermişdim, amma fasilə verməzdən əvvəl də bəzi yəni videolarım tutmuşdu. Və mən bir şey fikir vermişdim ki, məsələn, bir nəfər gəlib o şeyə yazanda ki, bu o deyil, bu qrant alan feminist, məsələn, o fahişə feminist. Bir 10 nəfər gəlir onun ağzına cırır ki, nə olsun ki, zət o düz deyir. Görmürsən necə haqlıdır? Qız haqlıdır da, nə edəcəksən? Yəni düppədüz danışıb da hər şeyi. Və yaxud feministlərdən mənim də zəhləm gedir, amma düzünü deyir də. Mən axır vaxtlar bu reaksiyanı çox görürəm ki, amma düzünü deyir də. Yəni bax bu reaksiya çünki mənə elə gəlir bu həm də ondan əlaqəlidir ki, bu aralar düzünü demək çox nadir tapılan şeylərdən biridir. Xüsusən də son siyasi repressiyalar dövründən sonra əvvəla düzünü deyən adam qalmayıb. Yəni həbsdədirlər, oradan düzünü deməyə çalışırlar. Çöldə qalanlar da, yəni əgər Azərbaycandadsa, yəni həbs qorxusundan təbii ki, deyə bilməyəcəklər. Mühacirətdə olanların da o qədər özlərinə aid şəxsi problemləri, sağ qalmaq problemləri, oturum problemi, qazanc tapmaq problemi, ümumiyyətlə depressiya məsələsi o qədər güclüdür ki, yəni insan o enerjini, o resursu, o mənəvi, psixi, fiziki və vaxt resursunu tapa bilmir düzünü deməyə əmək sərf eləsin. Ona görə indi raritetdədir düzünü demək və kiminsə də bunları dediyini görəndə insanlar reaksiya verirlər. Bunu appreciate eləyirlər, necə deyirlər. 4 il, 5 il bundan qabaq mənim küçədə etirazım artıq insanların yadında deyil. Məni hər kəsi bu günü ilə yadda saxlayırlar. Yəni keçmişlə çox da yadda saxlamırlar. Ona görə mən tutaq ki 2020-yə, 21-ə, 22-yə qədər küçədə qışqıran feminist idim. İndi artıq sosial şəbəkələrdə düzünü deyən feministəm. Yəni sosial statusun çox sürətlə dəyişilə bilər insanların gözündə. Öz feminist kimliyimlə hər zaman qürur duymuşam. 2020-də necə qürur duymuşamsa, indi də oyam. Məndən heç nə getməyib və həminki adamam. Amma insanların münasibəti bir çox faktorlardan dolayı dəyişilibdir. Həm unutqanlıqdan dolayı, həm o düzünü demək faktorundan dolayı dəyişibdir. Bu mənə görə yaxşı bir şeydir. Və bir də bir şey fikir vermişəm ki, siyasi məsələlərdə olmasa da, yəni düz deyil, feministlər üçün hər şey siyasidir. Amma açıq-aşkar, yəni Əliyevlərin adı keçməyən, danışmaq icazəsi verilən bir çox mövzularda qadınlar danışmağa cəsarətlənirlər. Məsələn, elə o Taleh məsələsi olsun və yaxud hansısa başqa Fərhad Pərvizi məsələsi olsun. İnsanlar danışmağa üstünlük verirlər. Artıq qadınlar düşünürlər ki, ən azından icazə verildiyi yerə qədər mən öz fikrimi bildirməliyəm, etirazımı eləməliyəm. Və mən o TikTok deyilən şəbəkəni hələ yeni kəşf elədiyim üçün çoxlarını, məşhurları, fenomenlərin çoxsunu tanımıram, amma müəyyən bir kontenti izləyəndə alqoritm mənə ona bənzər şeylər verir və görürəm ki, Azərbaycanda həqiqətən də var imiş insanlar ki, bu mövzunu danışırlar. Özdə o ənənəvi üsullarla, yəni makyaj eləyə danışmaq, yemək bişirə danışmaq. Bu çox yaxşı tendensiyadır mənə görə. Bir də o Intel hərəkatı ilə bağlı, o qatı, o mizoginist kişi hərəkatları ilə bağlı, monosferlə bağlı və s. Eyni şey təkcə Türkiyədə yox, Rusiyada da var. Orada məsələn qadınlara xüsusi termin verməkdə çox peşəkarlaşıblar. Hər qadının, hər kateqoriyanın öz adları var. Kişilərə də qoyulan adlar var, nə bilim, skuf, tubik, qadınlara qoyulan adlar var. Deməli, tarelçinitsa kimdir? Tarelka sözünün boşqab sözündəndir. Kişilər inanır ki, bəzi qadınlar onlarla ona görə görüşə gedirlər ki, kişi hesabı ödəyəcək və qadın havayı yemək yeyəcək. Yəni həmin gün əgər qadın o kişiyə seks vermədisə, deməli o qadın bir boşqa sadəcə havayı yeməkdən ötürü o görüşə gəlibmiş və bunu eləyən qadınlara da tarelçinitsa deyirlər və bu çox populyar termindir Rusiyada ki, bir qarın çörəyin qadını da və kişilər o tarelçinitsalara qarşı birləşirlər, ssenarilər qururlar, fəxrlə video paylaşırlar ki, qızı görüşə çağırdım, pulu vermədim, qaçdım, qız qaldı orada, nə bilim, ağlaya-ağlaya. Və yaxud söhbət əsnasında, yəni dəvət edib qızı, qız gəlib və hesab gələndə deyir ki, sən hamısını sən ödəyəcəksən filan və o dialoqu gizlicə çəkib yayırlar ki, baxın mən bu tarelçinitsanın necə cavabını verdim, necə onu yerində otuzdurdum. Və bu böyük bir diskussiya mövzusudur və qadınlar da izah eləməyə çalışırlar ki, yəni sən mənə bir dənə salat almısan da və bir dənə kofe almısan da, yəni sən doğrudan düşünürsən ki, mən sənin o aldığın bir kofeyə tamahlanmışam və yaxud yəni niyə elə düşünürsən ki, bir kofedən və ya bir boşqab salatdan sonra mən səninlə seks eləməli idim, yəni sən məni nə hesab edirsən? Yəni bu böyük bir diskussiya mövzusudur Rusiya internet məkanında. Çox ciddi bir polemikaya dönüb ki, hesabı kim verməlidir?
qadın hesabı ödəmədisə boşqabçı idimi, tarel içinticisi idimi, yoxsa nə idimi? Əməlli başlı bunun ətrafında belə böyük kütlələr, yəni iki cəbhəyə ayrılıb mübahisələr eləyirlər, ciddi arqumentlər gətirilir. Bu yaxınlarda bir dostum belə bir cümlə qurdu ki, Ukraynalılar və Rusiyalılar əsasən deytlərə bu cür çıxırlar. İşte daha belə klassik kişi axtarırlar, hesabı ödəsin və s. Deyirəm ki, belə bir statistika mümkün ola bilməz. Yəni bəlkə hansısa cəmiyyətdə, hansısa kültürdə bu daha çox populyardır və kəsin biriləri daha çox buna görə gedə bilər. Amma yəni bir deytdə sən maksimum nə qədər xərcləyə bilərsən? Yəni bir insan bir deytə 2000 falan xərclənəcəksə, mən düşünürəm ki, bəlkə o deytə işte yemək üçün falan gedərəm 2000-dir sonuçta. Yəni 50 avro ya da bir salat alacaqsan, sən demiş bir kofe alacaqsan. Ümumiyyətlə mənim çox sevdiyim misallardan biridir. Məsələn, davamlı olaraq girirlər yazılır. Qadınlar kişilərlə pullarına görə bir yerdə mütləq kimsə tapılır və onlara reallığı başa salır ki, oğlum siz kasıbsınız, sən elə zəngin falan şeylərin yoxdur. Ancaq bu podcast'in aparıcısı olan zəngin insan bu cümlələri deyə bilər. Çünki o resursdan daha çox pay alır və daha çox pay alması üçün bu sistemi, bu ideologiyanı yaşatmalıdır. Sənsə sadəcə arada qul kimi istifadə edilən ideoloji bir alətə çevrilirsə, əslində sənin pulun yoxdur ki, səndən pul almaq istəyən və yaxud da səni pul üçün tələyə salmaq istəyən bir qadın problemin olsun. Sənin elə bir sorunun yoxdur. Bax bunu. Onun sorunu odur ki, o deyir mənim həyatımda qadın yoxdur, çünki pulum yoxdur. Çünki mənim görüşmək istədiyim qadın məni məhz puluma görə rədd elədi. Yəni demir ki, mənim sosial bacarıqlarım zəifdir. Demir ki, mən ictimai yerdə özümü apara bilmirəm. Demir ki, mən bir qadınla mərifətimlə, qanacağımla oturub dialoq qura bilmirəm. Demir ki, məsələn, mən zahirən o qədər də cazibədar deyiləm. Mənim qamətim əyilib, ayaqlarım əyridir və s. Demir ki, mən bir dənə sabunla saçımı da yuyuram, üzümü də yuyuram, bədənimi də yuyuram, başqa nahiyələrimi də yuyuram və qadın da görüşə gəlib saçı, başı, dırnağı, üzü, gözü və o bu qədər əməyi mənim kimi adama sərf eləmək istəmir. Bunu demir. Deyir ki, hə puluna görə. Qismən necə doğru ola bilər? Yəni qadınların iş imkanları artanda, qadınların karyeraya çıxışı artanda özünü müəyyən bir səviyyədə, müəyyən maddi səviyyədə saxlayan bir qadın evlilikdən sonra aşağı düşmək istəmir həmin maddi səviyyədən. Yəni o qadın subay vaxtı özünə belə deyək də ayda bir dəfə salona getməyi və yaxud masaja getməyi yəni özünü bunu sərf eləyə bilirsə, o istəmir ki, evlilikdən sonra öz rahatından olsun. Çünki insan evlənir ki, daha yaxşı yaşasın. Amma evlənəndə əgər sənin həyat yoldaşın o qədər qazanmırsa, sən masajının pulundan qənaət eləməlisən ki, yoldaşını da yoldaşındakı o kəsirləri kompensasiya eləyəsən də, yəni onun gətirə bilmədiyi pulun boşluğunu da doldurasan. Və qadınlar da əksər hallarda maddi statusu özünə uyğun insanlara üstünlük verirlər ki, ən azından daha pis yaşamasınlar. Və bu kifayət qədər təbiidir ki, yəni qadınlar çox əziyyət çəkir iqtisadi cəhətdən, yəni həm qazanc əldə etmək, karyerada irəliləmək, düzdür. Hamı nail olmasa da, amma nail olanların sayı yavaş-yavaş artır və digər tərəfdən də heç yerdə işləməyən və pulu olmayan qadınların da pullu kişi istəməyi çox təbii haldır. Çünki ona bütün həyatı boyu deyiblər ki, pulu sənin kişin qazanmalıdır. Sən də evdarlıqla, bişirməklə, düşürməklə, doğmaqla ona xidmət eləməlisən. Qadın da bütün o funksiyaları yerinə yetirib, gəlib kişinin yanına deyir, indi pulu sən gətir. O da deyir, pul yoxdur. Yəni, o da deyir, pulum yoxdur. Qadın da deyir ki, bəs yaxşı, bunu mən qazanmayım, sən gətirmə. Bu pulu kim versin də bizə? Yəni ailə ilə tanış oldu və gördü ki, ona vəd olunan bütün iddialar əslində səhvdir. Kişi sənə baxmır, kişi səni saxlamır, kişi sənə normal aylıq baxım xərcləri falan vermir və o halda ASTV və başqa belə ideoloji institutlar işə düşür. Artıq boşanma ərəfəsindədir. Keçən ASTV-dən bir video izləyirəm. Boşanmaların səbəbi nədir? Tamamilə başladılar moizə oxumağa. Ailə dəyərlərimiz pozulub, qadınlar baxdılar sosial şəbəkələr. Oğlum bir dəqiqə, bu ailənin içində iki insanın yaşaması üçün pul yoxdur. Əvvəllər bir insan, iki insan 400-500 azayına yaşaya bilirdisə qismən. Artıq yaşaya bilmirlər və ortada çox ciddi bir problemlər var və beləcə o boşanmaların səbəbi də gəlir yenə çıxır qadınların belə məsuliyyətinə çevrilmiş olur. Hətta mən öz şəxsi xoşbəxt qadınlar klubu müşahidəmə əsasən deyə bilərəm ki, indi əksər hallarda qadın hesabına yaşayan kişilər daha çoxdur. Çünki əksər hallarda mən çox şikayətləri görürəm bununla bağlı ki,
Ərim işləmir. Bax keçən səfər belə bir cümlə gördüm ki, deyir ki, mən kiminsə əlinin altında işləyə bilmərəm. Bütün gün evdə oturur. Yəni qaynana kömək edir. Onların şotuna, arvadın şotuna, hesabına dolanmaq tamamilə qeyrət prinsiplərinə, kişilik prinsiplərinə uyğundur. O tendensiyada maraqlı tərəf budur ki, kişi işləməyəndə o ev işini götürmür. Qadınlara deyirlər ki, ər işləyir, sən ev işini götürməlisən ki, bərabərlik olsun. Amma qadın işləyir, kişi işləmirsə, qadın evdə də işləyir. Qadın uşağa da baxır. Qadın yeməyi də bişirir, təmizliyi də edir. Bir 15 dəfə yalvarırsan, bir 20 dəfə yadına salırsan, ondan sonra bu duracaq ayağa nəsə eləyəcək. Yəni kişi çöldə işləməyəndə evdə də işləmir. Və belə hallar mənim müşahidəmə görə, mən neçə illərdir bu qrupu müşahidə edən insanlar kimi insan olaraq görürəm ki, qadınların əksəriyyəti işləməyən, evə pul gətirməyən və evin pulunu topaza, qumara, mərc oyunlarına xərcləyən kişilərdən çox şikayətçidirlər. Mən bunu çox məhz son dövrlərdə bunu müşahidə eləmişəm ki, yəni qadın hesabına dolananların sayı daha da artmağa başlayıb. Qadınlar pullu kişi xoşlayır deyən kişilərə istəyirəm yaxasından tutum deyim ki, sən pullu kişi xoşlamırsan. Yəni Azərbaycanda pullu kişini ən çox pulsuz kişilər xoşlayır. Emin Ağalarovun 16-17 yaşında oğlanlarına müəllim deyən kimdir? Onlara müəllim deyə xitab eləyən, onların qabağında qamətini əyən, sual işarəsinə dönənlər kimdir? Vəzifəli müdirin qabağında, pullu qonşunun qabağında, hansısa pullu insanın qabağında yaltaqlanan, ona təzim eləyən, ona gözünün üstə qaşın var deməyən biz deyirik ki, bu həm də kişilərdir də. Yəni pullu kişini ən çox siz xoşlayırsınız. Pullu kişini siz istəyirsiniz. Siz pullu kişi görəndə ona yaltaqlıq edirsiniz və özünüz də pullu kişi olmaq istəyirsiniz ki, qadınlar məhz pulunuza görə sizin yanınıza gəlsinlər. O pul fetişi hamımızda varsa, səndə də varsa, məndə də varsa, sən necə məni günahlandıra bilərsən? Və üstəlik elə bir sistemdə yaşayırıq ki, məsələn bu tip problemlərdən danışanlar, deyək ki, qadının artıq tamamilə azad olmasından və bunun digər problemlərə yol açmasından danışan insanlar heç vaxt kapitalizmdən danışmırlar. Qadınlar birdən azad oldu, nə bilim işləməyə başladılar və s. Heç vaxt onlar üçün əsas problemin adını çəkmirlər kapitalizm. Çünki əslində ideoloji olaraq elədikləri iş kapitalizmə xidmətdir. Emin Ağalarova xidmətdir, İlham Əliyevə xidmətdir. Çünki bu ideyaları yaymaqla əslində bu sistemin ömrünü uzadırlar və bu sistemin əsas üzərində durduğu mexanizm olan kapitalizmə toxuna belə bilməzlər. Məsələn, mən Müşfiq Ötkünün fikirlərinə qulaq asanda elə bilirəm ki, 11700 il əvvəlki bir kitabı oxuyuram. Yəni həqiqətən elə təəssürat yaradır məndə. Qədim neolit dövründən echo verən bir səsdir də, yəni aşağı-yuxarı belə. Elə bir kimsə əncir yarpağı ilə üstünə gəlir, nizə ilə. O problemin əsas diaqnozunu kapitalizmlə qoymalıdır. Məsələn, cümlə belə bitməlidir. Qadınlar ona görə azad oldu ki, biz kapitalizmdə yaşayırıq, rədd olsun kapitalizm hamı evə. Bu belə bitməlidir, belə var. Amma görürsən ki, yox, o sistemin içində bir kommunizm söyləyəcək, bir sosializm söyləyəcək və kapitalizm tamamilə toxunmazdır. Ona görə çox rahatlıqla başa düşürsən ki, bu çox böyük bir ideoloji bir işdir. Deməli, bu McKinsey Global Institutu araşdırıb ki, əgər qadınlar kişilərlə tam eyni səviyyədə iqtisadiyyatda iştirak eləsəydilər, bizim qlobal ÜDM təxminən 28 trilyon dollar qazanmış olardı. Bunu təqdim eləyəndə adətən feministlər də biz nələr itiririk seksizm üzündən falan belə bu cür təqdim eləyirlər. Amma reallıq biraz başqadır. Bütün qadınlar işləsə, bu uşaqlara baxmaq üçün uşaq qayğı mərkəzləri lazımdır. Bütün qadınlar işləsə bu qocalara kim baxacaq? Onlara da dövlət baxmalıdır. Bərabərlik ideyası və yaxud da bərabərlik fikri islahatlarla, biraz haqqlar tanınmaqla və s. gedəcəyimiz bir yoldur. Ailədə uşaq varsa bərabərlik yoxdur. İstənilən halda uşağa qadın əməyi daha çox tələb olunur. İstənilən halda mən bunu praktikada görmüşəm. Nəzəri olaraq, yəni bilmirəm, əlbəttə ki, qulağa xoş gəlir, amma praktikada mən xüsusi bərabərliyə çatmış, işləyən, özü hüquqşünas olan, özü də aktiv sosial, ictimai və digər fəaliyyətlər olan qadınlar var ki, onlar da deyirlər ki, mənim ərim yəni hər şeyimə kömək eləyir, amma yenə də ən çox güc mənim üstümə düşür. Çünki ailədə uşaq varsa, istər-istəməz qadın daha çox əmək sərf eləməli olur. Və bunu sadəcə iqtisadi, o bayaq dediyim o əmək məsələsini, əqli əmək, digər əməklər, bunları sadəcə iqtisadi bərabərlik yaratmaqla, maaşları artırmaqla
həll elədiləsi məsələlər kimi görsənmir mənə. Mənə yenə də elə gəlir ki, istənilən halda bərabərsizlik olacaq və bu qadının əleyhinə olan bərabərsizlik olacaq. Biz sadəcə onu minimuma endirə bilərik və bir kişinin əlinə pul düşəndə o birinci o pulu nəyə sərf eləyir? Məsələn də evində nəyisə əksiyi düzəltmək üçün yox, nümayişkaranə olan şeylərə, yəni başqalarına əlində pul olduğunu sübut eləyən şeylərə xərcləyir. Maşın alır, bilərzik alır, bahalı saat alır, bahalı restoranlarda yemək yeyir, stola oturanda birinci maşının açarını masanın üstünə atır və yaxud siqaretin indi məsələn hansı siqareti çəkməyin özü də sosial status və maddi vəziyyətin göstəricisidir hal-hazırda ki, kim nə çəkir, ondan bilinir ki, bu adamın vəziyyəti nə yerdədir. Bahalı siqaret çəkmək və onu stolun üstünə qoymaq. Yəni kişilərin əlinə pul düşəndə, kişilər pullu kişi olanda, onlar birinci növbədə istəyirlər ki, başqaları bundan xəbər tutsun. Başqaları da bilsin ki, o adam pulludur və ona niyə bilsinlər ki, pulludur? Ona buna görə hörmət eləsinlər. Başqaları başa düşsün ki, o elə-belə adam deyil və ona elə-belə münasibət göstərmək olmaz. Ona öz maddi statusuna uyğun təntənəli münasibət göstərmək lazımdır. Və bu kişilər çox maraqlıdır ki, yəni sırf puluna görə hörmət olunmasını istəyən kişilər hansısa qadın gəlib ona puluna görə hörmət eləyəndə acıqlanırlar. Yəni axı sən bütün mexanizmi onun üçün qurmuşdun. Bütün görüntünü, bütün evinin dəbdəbəsini, məsələn, Azərbaycanlılar o zəngin insanlar villa yarışları, onların hasarının hündürlüyü, onların evinin dəbdəbəsi, unitazının qızıldan olmağı, bütün bunlar göstəriş üçün olan bir şeylərdir. Yəni başqaları bilsin və sənə hörmət eləsin. Bizdə xüsusən Azərbaycanda birinci insana hörmətsiz yanaşırlar və yalnız sən hörmətə layiq olduğu hansısa formada sübut eləyəndən sonra sənə hörmət eləyirlər. Ya sən bunu Gucci çanta ilə sübut eləməlisən, ya sən daydayınla. Amma mən indi olduğum ölkədə hardakı yaşayıram, mənim birinci yaşadığım kultural şoklardan biri olmuşdu ki, burada tərsinədir. Burada hamı sənə avtomatik çox hörmətli insan kimi yanaşır və sən səhv eləyəndən sonra hörmətsiz statusuna düşə bilərsən. Azərbaycanda isə tərsinədir, hörmətsiz yanaşırlar və hörmətə layiq olmaq üçün nəsə eləməlisən. Burada məsələn adam olmağın yetərlidir ki, sənə hörmət eləsinlər. Azərbaycanda bu yetərli deyil. Bütün sistem onun üzərində qurulub ki, insana puluna görə hörmət olunsun. Və qadınlar da normal olaraq sistemin bir parçası kimi, hər bir insan kimi başqalarına puluna görə hörmət eləyə bilirlər. Bu çox normaldır. Və Azərbaycanda hər bir kişinin də əgər pul arzu eləmirsə belə, ən azından bir pullu və ya vəzifəli dayday istəyir. Hər bir kişi istəyir ki, onun bir vəzifəli pullu daydayı olsun. Əliyev rejimində, diktator rejimlərdə, korrupsiyalaşmış rejimlərdə sosial status çox şeyi həll eləyir. Daydaylılıq çox şey həll eləyir. Yəni sən hansısa sənəd işinin həll olması üçün, hansısa qurumla problem yaşamamaq üçün, hansı işin tez işin üzrə qərar tez qəbul olunsun və digər sadə imtiyazları əldə etmək üçün sən ya rüşvət verməlisən, ya vəzifəli olan kiminsə adını çəkməlisən. Sistem bizdən bunu tələb edir və ona görə də bu sistem dəyişməyənə qədər biz öz digər məsələləri dəyişə bilmirik. Yəni insanlara münasibəti dəyişə bilmirik. Çünki sistem özü elə qurulub ki, sən pul vermədən heç nəyə nail ola bilmirsən. Amma başqa ölkələrdə harda ki sən pulluya da, pulsuza da, kasıba da, varlıya da, məşhura da, adi insana da eyni qaydalar qoyulub və hamısı eyni prosedurlardan keçməlidir. Əlbəttə ki, orada pula və sosial statusa münasibət daha fərqli ola bilər. Düzdür, təbii ki, ideal ölkənin olduğunu düşünmürəm. Amma Azərbaycanla fərqlər çox barizdir. Ona görə o kimlər ki, o mizoginist və incel hərəkatı müşahidə edirəm ki, artır Azərbaycanda. Amma eyni zamanda da günahı qadında axtarmayanda, biraz başqa üfüqləri genişləndirəndə mənə elə gəlir ki, onlar seks problemini də həll edə bilərlər və fikir vermişəm ki, onu deyənlərin çoxusu öz ailə həyatı uğursuz olan kişilərdir. Yəni əksəriyyəti boşanıb ya da heç evlənməyiblər. Bu da çox paradoksaldır. Yəni ailə dəyərindən danışırsan, bir müddət bu danışdıqları kimi davranıblar. İşte kişi belə eləməlidir, kişi belə eləməlidir. Sonra da dallarından təpi vurublar ki, ala yox, kişi zat getdi, biz 2026-da yaşayırıq. Məncə çox real hiss olunur. Yəni ritorikadan hiss eləyirsən. Çünki bax Nizami deyə bir adam var, psixoloqdur. Partnyoru ilə videolar çəkir. O qadını elə bir formada təqdim eləyir. Onu elə məncə məsələn Nizami normal bir ölkədə olsa, o adamı ifrat sağ ekstremist terrorçu deyib basardılar içəri. Onun yazdığı ssenariyə görə. Təsəvvür elə, bir qadındır. Onu tərbiyələndirir bu. Girir içəri, qadın buna deyir ki, mən boşanmaq istəyirəm. Deyir ki, rəfiqən sənə öyrədib. Nə deyib rəfiqən? Deyib ki,
gedəcəksən, psixoloq olacaqsan Dubayda ya da nə bilim belə filan qayıdacaqsan, sənin başını yeyirlər. Sən belə elə qadın da deyir ki, hə düz deyirsən, razılaşır gedir. Bunun ikincisini çəkirlər. Yenə gəlir qadın boşanmaq istəyir. Bu şeyləri eləyən, bunu oturub ssenarisini yazan, bunu oturub çox ciddi də bir şəxsi travmadan əziyyət çəkməlidir. Tamam, mən kimisə də şəxsi bir şeydə də ittiham eləmək istəmirəm. Hər şeyi belə psixoloji bir diaqnoza da çevirmək istəmirəm. Amma bunun ancaq layiq xətrinə olacağını düşünmürəm. Çünki narrativlər çox kəskindir. Dəqiq ifadə elədikləri şey budur. Qadınlar qudurublar, artıq itaət eləmək istəmirlər, amma əsl qadın itaət eləməlidir və bunu əsaslandırmağa çalışırlar. Yəni bütün o mətnləri yığsan, bütün o 30 videonun mətnini yığsan, aydın olacaq sadə bir şey bundan ibarət. Amma mən yenə də biraz daha optimistəm. Mənə elə gəlir ki, Azərbaycan cəmiyyətində bu mütərəqqi fikirlər, daha belə proqressiv ideyalar Əliyevə rəğmən necəsə ayaqda qalır və necəsə tutunur. Necəsə insanlar başa düşürlər, anlayırlar, təcrübə eləyirlər, görürlər ki, patriarxiya, bu hegemonik kişilik hər kəsə zərər vurur, hər kəsin həyatını məhv eləyir. Mən o ailə ortamındakı o aqressiyanı sadəcə düşünürəm və başa düşürəm ki, bir insan bədənlə belə o ailənin, bu strukturun, bu mexanizmin, iyerarxiyanın normal olmadığını başa düşür. Ona görə mənə elə gəlir ki, son dövrlərdə daha çox nə qədər mizogenistlər artsa belə, məncə onun birinci səbəbi ondan ibarətdir ki, onlar gücü itiriblər. Artıq heç bir kişi rahatlıqla gedib ayağının üstünə atıb arvad çay deyə bilmir. Yəqin ki, ən azından bu qrupda belə görünür onların videolarından. Bu yaxınlarda mən də birinə cavab videosu çəkmişdim, daha doğrusu ikisinə. Hamısı hədə-qorxu strategiyasını irəli sürür. Biri deyir ki, bax, karyerist olarsan, ərə gedəməyəsən, ha, biz səni seçməyəcəyik, ha, bax, yaxşı fikirləş, ha, bax, subay qaldın, bax, getdi, hamı getdi, sən qaldın, ha, bax, ha, yaxşı, bax. Bu hədə-qorxudur da. O Nizami indi mən onu izləmirəm. Mənə elə gəlir ki, şərhlərdə belə insanlar onun əqli problemlərini vurğulayıblar dəfələrlə. Mən yadıma gəlir, amma mən onu görəndə o hələ partnyorla çəkmirdi, tək çəkilirdi, qəribə şeylər çəkirdi. Sənin o çəkdiyin nümunədə belə o da yenə qadına hədə qorxudur. Bax ha, boşanarsan, sənin axırın heç yaxşı olmayacaq. Hər şeyi itirəcəksən. Bax, indiki vəziyyət okey, pisdir, amma daha pis olacaq. Demirəm, mən gəl düşünək, bəlkə mən sənin üçün daha yaxşı həyat yoldaşı ola bilərəm. Gəl bu problemimizi həll eləyək, bir nivel eləyək, bir ortaq məxrəcə gələk. Yox. Bax ha, mən buyam, mən belə də qalacağam. Amma sən boşansan, bundan betəri ilə üzləşəcəksən. Dubaya gedəcəksən. Mənə xidmət eləmirsən, gedib ən məşhur sözlərdən biri də odur. Mənə xidmət eləmirsən, gedib restoranda ofisiant olub 30 dənə kişiyə gündə xidmət eləyəcəksən. Hansısa müdirin əlinin altında ona xidmət eləyəcəksən. Bu hamısı hədə-qorxudur. Amanın günüdür. Bax, birdən karyeraya, birdən təhsilə üstünlük verərsən, ha. Bax, diqqətlə fikirləş. Uşaq qalacaq orada yəsiz. Səni seçən olmayacaq. Hamı getdi, sən qaldın. Boşandın, axırın çatdı sənin. Boşanmış qadına pis baxacaqlar. Səni heç kim qucağında uşaqla istəməyəcək. Sənin axırın sonun faciələrlə nəticələnəcək. Loserliyin miqyasını da təsəvvür eləyə bilmirəm. Selektiv abortla sənə üstünlük veriblər. Evdə ən çox sənlə oynayıblar. Bacın heç vaxt sənə qədər diqqət görməyib. Məktəbdə həmişə avantajlı tərəf olmusan. İş həyatında avantajlısan. Şüşə tavan hər yerdədir. Dövlət qurumlarından hər yerdə sən avantajlısan və sonda yenə də uduzursansa, məncə insan, oğlum mən nə qədər loser ola bilərəm deyə özünə bir sual verməlidir. Və məncə bu sualı versələr, bütün məsələ də əslində bitər. Amma bu sualı versələr, məncə çox kəskin və daha qorxulu bir cavabla üzləşəcəklər. İlham Əliyev və bu düşüncə onların həyatını məhv eləyib. Onlar ata qayğısından, ana qayğısı, yəni həqiqi ailə qayğısından, hətta sevgili qayğısından belə ona görə məhrumdular ki, biz inanılmaz çirkin bir sistemdə yaşayırıq. Bizim bütün ideoloji, belə deyək də, narrativlərimiz ancaq üstünlük, iyerarxiya, zərbə, aqressiya üzərində qurulub və biz ailənin içində belə o diktatorial soyuqluğu, tiran soyuqluğunu hiss eləyirik. O bununla da üzləşməmək üçün kimləri hədəf almaq olar? Queerləri hədəf almaq olar, qadınları hədəf almaq olar, miqrantları hədəf almaq olar. Bir dənə qəşəng aforizm eşitmişdim. Yadımdan çıxdı kimin idi. Aforizm bundan ibarət idi ki, qulların ən böyük arzusu azad olmaq deyil, özlərinin qul sahibi olmaqdır.
və hansı ki, həmin o kişilər hansı ki, Əliyev rejimi altında nəyəsə sahib olmaqda çətinlik çəkirlər. Çünki Əliyev rejimi ancaq özününkilərə yəni vəzifə verir və sair verir, amma digər kişilər, yəni kişi olsalar belə çox imtiyaz əldə edə bilmirlər də. Və onlar da kontrol hissini bərpa eləməkdən ötürü gəlib bunu qadınların, uşaqların, queerlərin üzərində sınaqdan keçirdilər və qadınlara da o qədər aqressiya ordandır ki, yəni məni həm İlham Əliyev əzir, həm bir də gəlib sən də əzirsən. Donald elə məni hamı əzdi ki, yəni barı sən mənə tabe ol, barı sən məni zirvələrdə, göylərdə gör də. Yəni bu status yarışı davam eləyir Əliyev rejimi altında. Burada o aidlik ehtiyacı hədsiz dərəcədə rol oynayır. Məsələn, Talehin son videosundan sonra anladığım bu oldu ki, insanlar o videonun motivini, onun məğzini dəstəkləmirlər. İnsanlar qrupun içində olmaq istəyirlər, o qrupa aid eləmək istəyirlər və o qrup olaraq onu müdafiə eləyirlər. Yəni bu artıq kişi hərəkatı kimi görülməlidir məncə mizoginiya. Talehin qarşısında olan qadın var idi, hansı ki öz zahiri görünüşünə küllü miqdarda maya qoymuş bir qadın. O qadın gerçək həyatda, reklamda yox. Taleh kimi kişi ilə oturmur. O qadın əslində sosial statusu daha yüksək kişilərə üstünlük verir. Yəni o baxımdan yox ki, pul girdi. Sadəcə o özü yaxşı qazanır və o özünü daha yaxşı mühitlərə layiq görür və bir çox kişilər üçün o cür qadınlar əlçatmazdır. Yəni özünə bu qədər dəyər, hər şey mənada maddi, yəni dəyər qoymuş bir qadın hansısa belə deyək, güclə bəla ilə gününü başa çatdıran kişini istəmir. Çünki o özünə bu qədər dəyər qoyursa, qarşısındakı kişi də həmin qədər ona dəyər qoya bilməlidir. Və ona görə də kişilər o cür qadınlara qarşı bir mizoginiya yaşayırlar. Çünki bilirlər ki, o cür qadınlar tərəfindən heç vaxt seçilməyəcəklər. Ona görə də Talehin səsi onların hamısının iç səsi idi ki, bir növ xəyallarında öz düşmənlərini alçaltmaq imkanı hiss elədilər. Real həyatda o qadınlarla heç vaxt üzbəüz gəlməyəcəklər. Məni nə yandırdı? Taleh belə o videoda iç səsi ilə danışır. Onun götü çatıb o qadına üzünə deyə bilmir ki, sənin dodağın belədir, sənin üzün elədir. Üzdə başqa şey deyir, gülümsüyür, bürcün budur, amma ürəyində o qadını alçaldır. O xəyallarında nifrət qurur ona. Real həyatda heç vaxt əldə eləmədikləri imkanı o reklamla əldə edirlər. Özünə maya buraxmış, statusu yüksək, gözəl bir qadını əzmək arzusu. Real həyatda o qadın onlardan birinə yazsaydı ki, ev boşdur, gəl, qaça-qaça gedərlər. Yəni elə bir kişi ola bilməz ki, o Talehin tərəfində olan kişilərdən biri. O cür bir qadın ona desin ki, gəl, axşam boşam və ya sabah boşam. O gəlməsin ki, yox, sənin dodağın dolğudur. Mən gəlmirəm, mən səni istəmirəm. Elə bir şey mümkün deyil. Bəlkə 10.000 kişidən eksperiment aparsaq, nə bilim, onu bəlkə yox deyə bilər də, amma qalan 9990-ı o gələcək. Amma real həyatda arzular eləyə bilmədikləri şeyi ən azından xəyal dünyasında onların o aqressiyası çıxır. Xəyallar dünyasında onlar öz sözlərini deyirlər. Çünki insan belə varlıqdır. Bəzən olur insan hazır cavab olmur kimlənsə dalaşında. Sonra gedir evə fikirləşir, ona belə deyərdim, ona elə deyərdim. Bu odur da əslində ki, mən o qadını belə. Sən real həyatda onu heç vaxt nə görməyəcəksən, nə onunla eyni məkanda oturmayacaqsan, nə onun fırlandığı çevrələrə düşə bilməyəcəksən, nə də ona sözünü deyə bilməyəcəksən. Amma Taleh sənə o xəyallarını canlandırdıq. Amma xəyallarında o qadını çox söyümsən, xəyallarında ona çox nifrət bəsləmsən. Çünki sən heç vaxt onun arzuladığı kişi olmayacaqsan. Çünki sən onun istədiyi dəyəri ona verə bilməyəcəksən. Ona görə yəni məncə burada təkcə mizoginiya yox, o psixoloji faktorlar da çox rol oynamışdı. Həm kişi hərəkatı kimi birləşmək, bir aidiyyət hissi, amma həm də ki o intellik deməli gəlir ki, orada çox rol oynayırdı. Çox, yəni həqiqətən bu son hissəni o qədər belə dəhşətli ifadə elədin ki, nəsə belə əlavə eləmək fikrim yoxdur həqiqətən. Çox sağ ol Gülnara. Mənə belə hədsiz xoş oldu səni görmək və Mənə də çox xoş oldu. ümid eləyirəm başqa mövzularda da söhbətləri nə vaxtsa davam eləyərik və ən əsası sənin TikTok fəaliyyətin və YouTube fəaliyyəti hətta belə sənə deyim ki, dostlar olaraq oturub izləmişdiyimiz də var uşaqlarla. Gülnara Femtopiyada qəşəng bir şey eləyib, gəlin oturub baxaq. Bütün pərəstişkarlarımı salamlayıram. Ya mən şəxsən onların hamısını çatdıraram. Klikləyən əlləri var olsun.